İki otaqlı evimiz satışa çıxıb. Evimizin remontu yoxdur. Bax, buradan girişdir. Girişdir. Mən biraz axşam vaxtı gəlmişim. Işıqlar belə zəifdir. Bura qardırov eləmək olur. Bura hamam, tualet. Yəni belə götürür ki, bunun remontu yoxdur. Remontu yoxdur. Bax, buradan gəlirsik. Leningrad proyektidir, 2 otaqlı. Bura kuxnasıdır. Kuxnadan da balkona çıxış var. Bax, burada ümumi çıxışdır. Görürsünüz, 3 otaq, yəni bir kuxna, 2 otağın hamısının çıxışı balkona var. Balkona var. Buradan gedirik. Növbəti yataq otağına buradan. Bu bizim yataq otağımız. Yenə deyirəm, remont, tam remont olmalıdır. Pəncərələr görürsünüz, Sovetdən qalma pəncərələrdir. Buradan da yenə balkona çıxış var. Buradan da yenə balkona çıxış var. Burada isə deməli, bu zal otağını, buradan balkon, 2 dənə balkon var. Həm buradan balkona çıxış var, həm də buradan balkona çıxış var. Buradan da düz bu yol Ukrayna kruquna çıxır buradan. Görürsünüz, maşınlar da buradan hərəkət edirlər. Bax, buradan. Bax, buranı, bu hissəni götürürsən, buranı kuxna eləyirsən, qəşək, kuxna zal. Oranı da bağlayırsınız, deməli, otağın biri olur bura. 3 otağa periodika eləmək olur, çox rahat. Çox rahat periodika eləmək olur. Deməli, indi həyətdə çəkəcəyim, abadlıq həyətdə çox gözəl təmiri var həyətində. Deməli, qiyməti 138.000. 138.000. Yenə gördünüz, bu kuxna, hamam, tualet, bu qardırov. Buradan balkona çıxış. Buradan otağın biri. Buradan da otağın biri. Baxın, blokdan çıxış göstərim indi. Bu bizim blokdan çıxışdır. Həyəti görürsünüz.